Hə biz o məsələn içə qapanıq insanlar nə qədər başımıza oyun açıblar. Onlardan danışın. Qapanıqdır, danışa bilmir, özünü ifadə edə bilmir. Sonra bu növbəti mərhələdə başlayır, olur panik atak olur. Bu içə qapanıq, özünə qapanıblar da. Baxır depressiya bundan əmələ gəlir. Vaxtında danışmayıb, vaxtının sözünü deməyib, vaxtını istəyə bilməyib. Ola bilsin heç bir şey deyir, sözünü deyə bilməyib. Məsələn, tam atasının yanasını nəsə istəməlidir, istəyə bilməyib. Bu içə adını qoyublar utanqaclıq. Utanır bu adam. Bu birisi də arsızlığı ələ alıb. Mənim üçün heç nə yoxdur, falan yoxdur. Bu da bir şey deyil. Ortası bunun həyadır. Həya qızıl ortadır. Həmin ortada olan adam çox rahatdır, çox nümunəmidir və insanlar ona bənzəmək istəyir. Və Quran deyir, "İnnəkə ləxuluqən azim", sən böyük bir qızıl orta əxlaqı göstərirsən, əzimətli. Əzim, o inşallah biz Qurandan bəzi şeylər var, onlar danışacaq ki, Quranda o əzimətdir, o son nöqtədir. Böyük mənasında deyil. Yəni o nöqtə atışı deməkdir bizim diləcək.